Değerli izleyiciler, ben siyasi bloger Elnur Aliyev. Zəhmət olsa videoya baxın. Ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib. Əhməd Əhmədov. Bu Əhməd ki, bir ailenin 5 üzvünü, anasını, atasını, bacısını, qardaşını qətlə yetirmişdi. Azərbaycan həmişə qanunu götbaş işləyib. Azərbaycan prokuroruna səslənirəm. Ey Azərbaycan prokuroru, bu bir ailenin 5 üzvünü öldürüb qətlə yetirib. Özü amansızcasına. Körpə uşaqları da. Sən bunu azadlığa bırakırsan. Əgər bu insan 5 tane polisi öldürseydi, çoktan bunu başka iddihamlar edip vətən xaini kimi, ne bileyim 1000 tane iddiham edip bunu tutub həbsə basmışdınız. Bu insanlar için təhlükədir. Siz bu insanları niye azadlığa bırakırsınız ki? Ne kadar pul aldınız Əhmədin qohum əqrəbəsindən? Ne kadar verdi size, hə? Ay qəhbə yığınağı, ay qəhbə yığınağı. Siz prokurorları bir yandırmaq lazımdır. Çok şərəfsiz.